Sahibkar Ramil Aslanov artıq 2 ilə yaxındır ki, Bakı Şəhər Baş Kömürü İdarəsinin direktoru Elmir Ramazanovla mübarizə aparır. Vəzifəsindən sui-istifadə edərək insanları təngə gətirən Elmir Ramazanov qərəzli şəkildə saxta sənədlərlə sahibkara qanunsuzluqlar edir, saxta yollara əl atır. Belə məmurlar təxribatlar yaradaraq öz məqsədləri üçün sahibkarları, vətəndaşları istifadə edirlər. Son zamanlar bizim bəzi dırnaqarası məmurlarımız belə saxtalıqlarla külli miqdarda pullar mənimsəyərək başqa ölkələr, başqa məqsədlər üçün istifadə edirlər. Görəsən Elmir Ramazanov kimdir? Bunu heç araşdıran oldu mu? Bu qədər hegemonluq edib heç bir qurumun sözünü eşitməyən bu məmur kimdir? Yoxsa o da mı görünüş olaraq dövlətinə sadiq məmur görsənib arxa pərdədə başqa işlər çevirir? Bəlkə bu baxışdan Elmir Ramazanov araşdırılsın. Yəqin ki bir gün bunun da tüstüsü çıxacaq. Artıq o nöqtəyə gəlib çatıb ki, Ramil Aslanov Azərbaycan Respublikası və Çin Respublikası arasında imzalanmış sazişi ortaya çıxararaq həmin sazişin əksini əks etdirən saxta sənədlərin Elmir Ramazanov tərəfindən imzalandığını göstərərək işinə baxılmazsa Çin səfirliyinin qarşısında bütün hər şeyi sübutu ilə danışacağını bildirir. Bu qədər sahibkarları təngə gətirən Elmir Ramazanovun məqsədi nədir, hələ də anlaya bilmirik. Yaratdığı təxribatlar deyəsən elə Şahin Bağırovun islahatlarına qarşı yaratdığı kampaniyalardır. Təfərrüatları video kadrlarda. Elmir Ramazanov, bir daha deyirəm, gömrük qanunvericiliyini xahiş edirəm, aç, oxu. Cənab prezident, mən çox üzr istəyirəm, xahiş edirəm sizdən, bizə kömək eləyin, mənə kömək eləyin şəxsən. Mənim kimi sahibkarlar orada var, danışa bilmirlər. Belki problemləri həll eləmək mümkün olur. Betonu gərəkdir aslında, özdə böyük beton. Şəhərdən çox şikayət edib, başdan ayağa problemdir bu idarə. Ölkədə narazılıqları, bax gördünüz narazılıq kişi. Yəni hələ çoxsu susur. Vallahi billah bu narazı kütlənin formalaşdırılmasında Elmir Ramazanovun bu günləri bu məktubla da sübutu var. Şahin müəllim Bağırov məni qəbul eləsin. Bəlkə Şahin müəllimə qulaq asdı Elmir Ramazanov. Olmaz belə şeylər. Bilmirsənsə, qardaş xahiş edirəm, onda ki başqa bir vəzifədə otur, qoy bir başqası idarə eləsin. Səndən savadlı oğlanlar var, səndən orada bilikli oğlanlar var. 23 dənə məktub göndərmişəm bura, fevral ayından bura, sayla əlimdədir. Prezident İlham Əliyev hər zaman sahibkarlara dəstək olmağı söyləyir. Lakin belə məmurlar təxribatlar yaradaraq saxta yollarla sahibkarları işlərindən uzaqlaşdırırlar. Yəqin ki bir gün bunların da sonu olacaq. Yəqin ki bir gün ölkə başçımız Elmir Ramazanovun yaratdığı bu saxtalıqları, hegemonluqlarını görüb son qoyacaq. Sahibkarların öz bizneslərini, cənab prezident dediyi kimi, qapısını bağlayıb çıxıb getməsi. Onlardan biri də mən olacağım bu yaxınlarda. Cənab prezident, siz həmişə çıxışlarınızda deyirsiniz ki, sahibkarlara dəstək olmaq lazımdır, sahibkarlara kömək lazımdır. Amma bu günləri, cənab prezident, bunu məmurlar heç biri icra eləmirlər. Ancaq prinsip eləyirlər. Nətər olur? Prezident aparatını mən gedirəm qəbula, Şahmar müəllim, təşəkkürümü bildirəm buradan. Şahmar müəllim, Allah sizi var eləsin. Şahmar müəllim dinləyir və deyir ki, qardaş biz sizə necə kömək eləyək? Siz deyirsiniz buradan, onlar mənə daha da təzyiqi çoxaldılar, daha da çoxaldılar. Mənə sənədlər əlimə gəlib çıxmır, obyektiv baxılmır, nataman baxılır, bir tərəf baxılır. Bu belə olmaz axı. Cənab prezident, xahiş edirəm, göstəriş verin. Elnur Əliyev, məni qəbul edin, Elnur Əliyev. Durmuşsunuz Elmir Ramazanovun arxasında, yaxşı eləmişsiniz. Məni qəbul edin. Mən xahiş edirəm, Mikail müəllim, məni qəbul edin. Siz məni qəbul eləmişsiniz dəfələrlə. Həqiqətən ədalətli qərarlar vermişsiniz. Mikail müəllim, bir məni dinləyin, bir mənim sənədlərimə baxan olacaq bu ölkədə, yoxsa yox. Mən hansı qapıya getməliyəm? Mənim əlacım ancaq Kamran müəllimmədir ki, Kamran müəllim, bu prokurorluğu siz tapışaq olsunlar. Yenə də deyirəm, minnətdarımı bildirirəm. Bayaqları bura çatandan qabaq mənə zəng gəldi ki, sabah səni qəbul edirik. Allah razı olsun, minnətdaram. Mən sənədlərimlə, sübutlarımla sabahlar gedəcək. Qardaşlar, biz əsəbdən öldük axı. Nə qədər olar bu? Mən mübarizəmi dayandırmayacağam. Mən mübarizəmi sona kimi aparacağam. Mən buradan, cənab prezident, şəxsən sizdən kömək istəyirəm və inanıram ki, köməyiniz olacaq. İnanıram ki, siz bunu görəcəksiniz. İnanıram ki, görəcəksiniz. İnanıram ki, ədalətli qərar olacaq. İnanıram ki, elə məmurlar, yəni o məmurlar ki, bu günləri, cənab prezident dediyi kimi, vətənə xəyanətdir. Bilirsiniz necə, vətənə xəyanət edirsən. Mənə təqdim olunur ki, sən 40 min ödə, problem yoxdur. Mən 40 min ödəsəm, sənədlər orijinallaşır. Sənədlər orijinallaşır, bəli, bəli. Orada oturmuşduq, Elmir Ramazanov danışırdı, əlinə bundan hamısından göstəriş verirdi. Bu zaman Nurlan Yaqubov səhv eləmirəmsə, mən adını qeyd eləmişəm burada bir dəqiqə. Nurlan Yaqubov, bəli, Aqil
İbadovla Nurla o ambarda otururlar 2 nəfər, hansı ki işinamazlıq edirlər də. Fatihə verirlər, mal çıxır, Fatihə vermirlər, mal çıxır. Mal çıxır. Ha, 2 nəfərdən asılıdır. Qardaş, əgər o 2 nəfərdən asılıdırsa, bunu burada personalı niyə saxlayırsan? Niyə sonra maaşı verməyə bilmirsən? 2 nəfəri saxla, onlar Fatihə versin, mal çıxsın. Ödə Fatihə tək versin, mal gömrük çıxsın. komitəsi. Mən video göndərmişdim. Xahiş edirəm bir dənə mümkünsə. Ambarda mən çəkiliş eləmişəm. Həmin şikayət edirəm ki, Elmir Ramazanovun neçə vaxt ki, bu kargonun 15-ci 16-cı adamı var, Emin Mirzəyev səhv eləmirəm. Bu kimdir qardaş? Bu kimdir? Nətər olur? Bu gəlir orada, hamının yanında da danışır ki, mən hər şey deyirəm. Çöldə sövdələşmələr eləyir. Gəlsinlər, yoxlasınlar da bunu da. Gəlir, keçən dəfə mən aşağıda durmuşam. Dekabr ayında 2023-ün səhv eləmirəmsə, dekabr ayında Elmir Ramazanov bir avtobus jurnalist gətirdi. Ökdə ora ki, açıq qapı, dış elədi, hətta vətəndaş məmnunluğu dedi. Yəni səhv eləmirəmsə, o sahibkar məmnun olmalı idi. Vətəndaş məmnunluğu onda aidiyyəti var miqrasiyaya. Значит, onda Elmir Ramazan bəlkə səhvsə miqrasiya getmək istəyir. Bəlkə də ondan əlaqədar idi. Nəysə, yaxşı, əgər qapılar açıqdırsa, mən sahibkar gəlirəm, mənim kimi digər sahibkarım. Mən yenə də deyirəm, bu günləri həmin Emin Mirzəyevin müdürü var. Çox bir mənəfətli qanacaqlı oğlandır, karqon müdürüdür, olsun. O gəlib dursaydı mənimlə bərabər və o məndən qabaq keçsəydi, mən heç nə deməzdim. Çünki niyə mənim səviyyəm? Qardaş, Elmir Ramazanov hər dəfə belə düzdür. Elnur Ramazanov orada burada çayçılarda söhbət bilirsiniz də, biraz reallığa gəlir. Elnur Əliyevin adından İqtisadiyyat naziri birinci müavini Elnur Əliyevin adından danışır ki, mənəm heç kimlə mənə heç nə edə bilməz. İqtisadiyyat nazirinin müavini Elnur Əliyevin adından danışır, mənim arxamda duran odur. Bəli, arxasında duran odur və Elnur Əliyev bu günləri buna hər şeyi icazə veribdir. Elnur Əliyevin heç bəlkə də xəbəri yoxdur. Elnur Əliyevin adı hallanır orada. Çox maraqlı bir faktor var. Bu günləri bilirsiniz də, indi mən düzdür, hərəsinin öz ruzusu var, Allah yetirir, özləri bilərlər. Amma orada onların himayəsində olan kargolar, özlərinin şirkətləri var, uydurma şirkətləri hansı ki işləyirlər. Nətər olur qardaş, bunların köhnə monopolistlər, köhnə korrupsionerdir. Bunlarla Elmir Ramazanovun problemi yoxdur, Ramil Aslamovun problemi var.